Bugün saat 08:50-də Bakı-Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bugün TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. İlkin məlumata əsasən 41 yaşlı Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi Chevrolet markalı 77 YR 183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarə etməni itirərək yolun kənarında dayanan 30 yaşlı piyada Kənan Nəsirovu vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polis İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşırlar ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır deyə idarədən əlavə edilib. Hüsniyyə Salmanova, Bugün TV.